Gəncədə avtobus sürücüsünün əlil qadını təhqir etməsi ilə bağlı iddiaya aydınlıq gətirilib. Gəncə Xəbəraza Bakubas MMC-dən verilən açıqlamaya görə Gəncə şəhərində fəaliyyət göstərən 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində sürücü ilə sərnişin arasında insidentin baş verməsi halı təsdiqlənib. Şirkətdən bildirilib ki, 1976-cı il təvəllüdlü 2-ci qrup əlil epilepsiya xəstəsi Məryəm Xanbaba qızı Quliyeva avtobusa orta qapıdan daxil olub və sürücü bunun qaydalara zidd olduğunu bildirərək sərnişinə ön qapıdan minməli olduğunu xatırladıb. Sərnişin sürücüyə etiraz edib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Hadisə ilə bağlı avtobusun video müşahidə kameralarının görüntülərinə baxış keçirilib. Araşdırma zamanı sürücünün şikayətdə qeyd edildiyi kimi hər hansı təhqiramiz ifadə işlətməsi faktı təsdiqini tapmayıb. Görüntülərdən aydın olur ki, sürücü sərnişinə mövcud qaydaları izah edib və avtobusa minmənin ön qapıdan həyata keçirilməli olduğunu bildirib. Bakubas MMC-dən bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıması qaydalarının 4.29.3-cü maddəsinə əsasən Bakubas MMC-nin istismarında olan 3 qapılı avtobuslarda sərnişinlərin minməsi birinci qapıdan, düşməsi isə orta və arxa qapılardan həyata keçirilir. Bununla yanaşı sürücü aidiyyatı şöbə tərəfindən dəvət edilərək onunla profilaktik söhbət aparılıb. Sərnişinlərlə ünsiyyət zamanı daha nəzakətli olması və kommunikasiya standartlarına riayət etməsinin vacibliyi diqqətinə çatdırılıb. Bütün sərnişinlərdən ictimai nəqliyyatdan istifadə zamanı mövcud qaydalara əməl etmələrinin qarşılıqlı hörmət və anlayış çərçivəsində davranmalarını xahiş edirik. Şirkətdən əlavə olunub.